Salam, bugün mən ailəmlə Qax Şəki turuna getdim. Biz əvvəlcə Qaxın Ləkit kəndində yerləşən Mamırlı şəlaləyə getdik. Orada təsadüfən kör adamın maşınını gördüm. Şəlaləyə qalxarkən özümü alpinist kimi hiss edirdim. Kör adamı ilə şəklim. Çayın səsi çox gözəl idi. Mamırlı şəlalə. Orada qəşəng güllər tapdım. Şəlalənin yaxınlığına qutab və çay ilə səhər yeməyi yedik. Mamırlı şəlaləni çox sevdim, ondan 10. İndi isə Ulu Körpüyə gedirik. Bu körpü 12-ci 13-cü əsrdə yumurta sarısı və əhəng ilə tikilib. Çayın səsini çox sevdim. Burada qəşəng idi. Ondan 9 verirəm. Biz indi Sumuq qalaya gedirik. İndi isə Ramramay şəlaləsinə gedirik. Bu şəlalə çox gözəl idi. Orada daş ilə daşın üzərində şəkillər çəkdim. Mən buranı çox sevdim. Çox qəşəng idi. Ondan 1 milyon. İndi Şəkiyə gedirik. İlk dayanacağımız Əlifşət Şinyat evidir. Onların Şəki havası çox dadlı idi. Buranı çox sevdim. Şinyatları çox dadlı idi. Ondan 11. Növbəti stansiya Şəki Xan Sarayı. Xan Sarayına gedirik. Xan Sarayına gedən yolda rəsm qalereyası var idi. Burada insanların gündəlik həyatları haqqında şəkillər, abstrakt şəkillər, idmana aid şəkillər və maraqlı heykəllər var idi. İnsanlar yolda rəqs edirlər. Burada çox maraqlı idi. Ondan 9,5. Maraqlı insancıqlar. Şəki Xan Sarayda maraqlı idi. Şəbəkələr çox sevdim. Ondan 9. Nəhayət evə gedib günümüzü sonlandırırıq. Gün batımı da çox gözəldir. Növbəti videoda görüşərik.